Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Mən Elnur müəllim. Bu gün sizlərə Əli Səmədlinin Qanlı Bənövşə əsərinin təhlilini təqdim edirəm. Kanalımıza abunə olmayan yoldaşlarımız mütləq kanalımıza abunə olursunuz, bəyənib, paylaşıb, rəy yazmaqda əsirgəmirsiniz. Həmçinin bizim tam ödənişsiz WhatsApp qrupumuzdan faydalanmaq üçün 051 785 15 25. Baxın yoldaşlar, bu nömrəni WhatsApp-na yazaraq siz tam ödənişsiz həm Azərbaycan dili, həm də ədəbiyyat fənni üzrə qruplarımızdan faydalana bilərsiniz. Keçək Qanlı Bənövşə əsərindən. Təbii ki, Qanlı Bənövşə Erməni-Azərbaycan münaqişəsinə əsr olmuş əsərlərdən biridir. Təbii ki, Qarabağda demək ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər, törətdiyi qətliamlardan söhbət gedir. Baxaq əsərin təhlilinə. Demək başlayalım. Zərif bu gecəki kimi qorxunc yuxu görməmişdi. Yəni ən qorxunc yuxu bu gün görüb, deyir, bu gecəki kimi qorxunc yuxu görməmişdi hələ. Demək biz görürük ki, bundan əvvəldə yuxular görmüş, amma ən qorxuncu bu gecəki idi. Həmişə üzünə gülümsəyən, onu xoş sözlərlə dindirən Siranuş xala yuxuda əcinə sifətinə onu boğur. Demək yuxu görüb, yuxuda da Siranuş xala onu boğurmur. Surən dayının əlində tutduğu iti qılıncından damla-damla qan süzülürdü. Demək Siranuş xala görür ki, onu boğur. Sürənin qılıncından damla-damla qan süzülürdü. Bu qan onun üst başına və ən çox da gözlərinə çilənmişdi. Əlində qan süzülən qılınc olan Surən dayının gözləri qan süzülən qılıncdan daha çox qorxunc görünür. Demək, Surən dayının gözləri daha qorxunc idi. Onların qızları olan Süsən və Rozanın əlləri, ətəkləri daşla doluydu. Demək, Siranuş xala onu boğurdu. Surən dayının əlində qılınc var, qan axırdı. Süsən və Rozanın ətəkləri demək daş vardı. Həmin daşlarda biz görürük ki, hamısı da Siranuş xalanın əlində boğulan Zərifin başına yağdırmağa hazır idi. Bütün bu dəhşətlərin hamısına dözmüş olardı. Təkcə Zərifin səsi çıxıb ana deyə çağıra bilsə. Yaxşı ki, qızcığaz yuxudan tez ayıldı. Yoxsa ürəyi partlayacaqdı. Gözünü açanda özünü qan tərsəsini gördü. Bu əzab və işgəncə yuxu olunduğuna sevindi. Heç kimi səsləmədi. Demək, diqqətli olur ki, yuxudan ayılandan sonra yoldaşlar heç kimi səsləmədi. Diqqətli olacaq ki, bəzən sual düşə bilir ki, yuxudan ayılandan sonra dərhal anasını səslədi. Xeyr, heç kimi səsləmədi. Bilir ki, səhərlər ata-anası onu yuxuda qoyub işə gedirlər. Yatağından qalxmaq istədiyi, ancaq qalxa bilmədi. Elə bil üstünə daş qalamışlar. Acı ağrıdan əl qolunu tərpədə bilmirdi. Handan hanı özünü əl alıb yatağından qalxdı. Günəş çoxdan çıxmışdı. Havada yazın nəfəsi doyulur. Demək, biz hadisələri, demək, əsərin başlanğıcından demək, biz görürük ki, burada Zərifin yuxu görməsi ilə başlayır. Eyni zamanda ata-anası evdə yox idi, çünki onlar bunu qoyub işə getmişdi. Havada yazın nəfəsi doyulurdu. Eşikdə sərsərlərin civildisindən qulaq tutulurdu. Eşiyə çıxdı ki, əl üzünü yuyub toyuqlardan dən səpsin. Əlini eyvanın qırağındakı lüləşli parça aparanda gördü ki, bomboşdur. Demək, əlini eyvanın qırağındakı lüləşli parça aparanda gördü ki, bomboşdur. Axı anası səhərlər onu doldurub qoyur ki, bu lüləşli parça deyir, bu parçadır əslində. Demək, parça belə də işte mis qabdır, lüləşli parça aparan görür ki, bomboşdur. Lüləşli parça o mis qabı olur, dəstəli nədir, mis qabı olur, suya doldurmaz. Bu parçadır, parça deyiləsində. Axı anası səhərlər onu doldurub qoyur ki, qızı əl üzünü yusun. Görür ki, yer yaşdır. Kimsə onun suyunu yerə boşaldı. Demək, anası bunun üçün o parçada, qabda demək, su doldurub qoymuşdu. Həmin su yerə dağılmışdı. Bu da onun sadəcə yerin yaş olduğunu bilir ki, suyu kimsə yerə dağıldı. Parça, burada artıq düzəldiblər, parça doldurmaq üçün həyətə düşəndə gördü ki, atasının dünən əkdiyi qızıl gül kollara kimsə sındırıb, əzib. Əl üzünü yuyub ambardan bir sinidən götürüb toyuqlara düdülər, yəni toyuqlar dənsədi. Toyuqlar gəldi, ancaq Ları xoruzla papaqlı fərə gözünə dəymir. Demək ki, Ları xoruzla papaqlı fərə gözünə dəymir. Axtardı, tapa bilmədi. Çay çörəyi yeyib küçəyə çıxdı. Demək, biz görürük ki, həyətdəki qızıl gül kollarını əzmişdilər, eyni zamanda suyu da dağıtmışlar. Çay çörəyi yeyib küçəyə çıxdı. Hüseygilin doqqazına yanaşdı. Süsənlə Roza iki bacı həyatda oynardı. Demək, Süsənlə Roza, biz görürük ki, Süsənlə bacıdılar, iki həyatda oynardı. Süsən, ay Süsən. Zərifin 5 addımda olan nə Süsən, nə də Roza ona hay verdilər. Zərif həyatı keçdi, onlara yanaşdı. Bizim Ları xoruzla papaqlı fərəsinin həyata gəlmək, qızların heç birinin səs çıxmadı. Təbii ki, burada Süsənlə Roza erməni obrazlardır. Eyni zamanda onun atası, demək, Surən dayı eyni zamanda biz orada bunu demək anasını da gördük. Siranuş xalanı. Siranuş xala, Surən dayı, onların iki övladı var. Demək Süsənlə Roza. Bunlardan qonşuluqda yaşayan Azərbaycanlı Zərifin biz obrazını görürük. Üzlərini demək qızlarının heç birisi saçmadı. Üzlərini yana çevirib ağızlarını büzdülər. Zərif gözləri inanmadı. Gördüyü dəhşət yuxunu xatırladı. Ona gəldi ki, bu saat qızların anası çıxıb öz əcinə barmaqları ilə onu boğacaq. Ondan tamamilə üz döndərək Süsən və Roza başına daş yağdıracaq.
Qız qorxub geri döndü. Bağ-bağçanı gəzib, ları xoruzu və papaqlı fərini axtardı, tapa bilmədi. Son zaman toyuqların itməsi birinci dəfə deyil. Yəni, əvvəl də toyuqlar itirdi. Zərif nə toyuqların itməsini, nə də parçası suyun kimsə tərəfindən dağılmasına, nə də kolların sındırılmasına, nə onunla həmişə bir yerdə oynayan qonşu qızların, yəni ermənilərin, onun çağırışına səs verməmələrini, nə də gördüyü o qorxunc yuxulara inana bilirdi. Yəni, heç birisinə inanmır da konkret. Elə bilir ki, sadəcə elə bu yuxudur da. Gün batdı. Ata-anası işdən qayıtdı. Qız toyuqların itməsini atasına, gördüyü qorxunc yuxusunu isə anasına söylədi. Demək, toyuqların itməsini atasına deyil, yuxunu isə anasına danışır. Ona elə gəldi ki, toyuqların itməsini atası ondan çox məyus oldu. Ona elə gəldi ki, söylədi bu qorxunc yuxudan anası ondan daha çox qorxdu. Ancaq nədənsə heç biri dinləyib danışmadı. Bacı Zərif bunu çox təəccüb edirdi. Son günlər nə Siranuş xala onlara gəlirdi, nə də anası onlara gedirdi. Yəni artıq münaqişələr başlamışdı. Hətta bir dəfə gözü ilə gördü ki, Surenlə üz-üzə gələn atası salamlaşmadı, ondan yan ötüb keçdi. Qız yenə səhəri gün öz adəti üzrə yuxudan durdu, əl-üzünü yudu, toyuqları səsləbdən səpdi, sonra darxıb küçəyə çıxdı. Bir də gördü ki, Süsəngil həyətdədir. Aralarından heç nə olmayıb kimi üzünü onu tutar. Süsən, gedək dərəyə bənövşə yığmağa, dedi. Süsən, ay Süsən. Süsəndən səs çıxmadı. O Zərifə dilini çıxardaraq qaçıb baçı Rozan yanında getdi. Zərif körpeşman onların həyətindən çıxdı. Yazıq qız bilmirdi kimlə oynasın, hara gəlsin. Üzü aşağı yollandı, gəlib dərə yetişdi. Kol dibində yenicə açılıb boylanan bənövşələrə görüb sevindi. Bənövşələr boynunu büküb elə bil bu ikisi qızın yolunu gözlərdi. Zərif əlini uzadıb kol dibindən bir bənövşə üzdü. O ovucundan bu ovucuna qoyaraq bu zərif çiçəyə doyunca tamaşa edir. Sonra da dəstə bağlamaq üçün onları dərimə başladı. Nə az, nə çox 2 dəstə bağladı. Demək, bu dəriyə gedib Zərif 2 dəstə demək bənövşə bağlar. Biri atamın, biri anamın dedi. Demək, gülləri yığmaq məqsədi atasının vanasına verməkdir. Zərif geri dönəndə elə bil Süsən Roza puskuda dayanmışlar. Doqqazlarını kəsdilər qızın qabağına. Bənövşə dəstələrinin ikisini də onun əlində alıb özündə döydülər. Zərif ağlayaqla evə döndü. Həmin gündən Zərif qara günlərə başladı. Qorxusundan gülünün alınması, döyülməz atasına demədi. O bilir ki, bu kənddə ermənilər onlardan çoxdur. O bilir ki, qohum əqrabalar bu doğma kəndi çoxdan tərk etmişdi. O bilir ki, bu hədə qorxulara dözmə bir gün onlar da bu doğma ocaqlarını tərk etməli olacaqlar. Demək, biz burada görürük ki, Zərif düşünürdü ki, bəli, bilirdi ki, bu hədə qorxulara dözməyib bir gün onlar kəndi tərk edəcəklərini bilirdi. Zərif indi nə gecə ifritə sifətini ona boğan Siranuş xaladan, nə qılıncdan qan daman sürən dayıdan inciyirdi. Yəni artıq bilir ki, bunların xisləti bu. Heç Rozadan bir o qədər incimirdi. Ona dərd olan Süsənin dönüşlüyü idi. Axı Süsən hər yaz gələndə özü onu səsləyib dərəyə bənövşə yığmaya gedərdi. Demək, Süsənin dönüşlüyü uşağa çox təsir etmişdi. Demək, axı Süsən dərdi bənövşələrdən bağladığı dəstənin birincisini Zərifə verərdi. Axı onun ikisi bu payız bir işdə məktəbə gedəcəkdilər. Axı anası Zərifə tikdiyi güllü ipək dondan birini də Süsənə tikmişdi. Axı onlar təzə tövlə tikəndə imədlikdə ən çox can yandıran Sürenday olmuşdu. Zərif bu sualların burulğanında dolub qalır. Bir yana çıxa bilmirdi. Yəni, bilmirdi də bunu nəyə istinad eləsin. Bu dəhşətli sualların burulğanından batıb boğulan təkcə Zərif deyildi, həm də ata-anası idi. Zərif neçə gün idi ki, təkliyə dözürdü. Ancaq bu səhər səhəbiri lap düşəndə. Ayaqlarını sürüyə-sürüyə Süsəngilə getdi. Süsən həyətdə tək oynayırdı. Bir ay gedib ona yanaşdı, özünü topuladı. Ay axçı, mən sənə nə pislik eləmişəm dedi. Süsən üzünü yana çevirdi. Zərif ondan əl çəkmədi. Sualını bir təkrar etdi. Nəhayət Süsən dilləndi. Sən türksən dedi. Siz bizim düşmənimizsiniz. Anam deyir səninlə oynamam. Yəni anam deyir ki, sən türksən, mənim düşmənimsən, mən sənə oynaya bilməm. Zərif baxdı. Bu qızın sözlərini heç anlamadı. Nə türk sözünü, nə də düşmən sözünü. Yenə kör peşman evlərinə qayıtdı. Axşam atası işdən gələndə onun boynuna sarıb soruşdu. Ata, düşmən nədir? Atası bir qədər duruxdu, bilmədi qızına nə cavab versin. Qızım bu sözü kimdə eşitmirsən? Süsəndən. O dedi ki, biz düşmənik. Demək, baş verən hadisə atasına bu danışır ki, dedi ki, biz düşmənik. Qızım, düşmən onlardır, biz dostuq. Bəs türk kimdir? Türk bizik qızım. Bəs biz Azərbaycan deyilik. Yox qızım, Azərbaycan bizim torpağımızın adıdır. Bizi türk dünyasına ayırmaq üçün millətimizi, dinimizi, əlifbamızı əlimizdən alıblar. Böyüyəndə bunlar hamısını biləcək. Ata bu sözlər dedikdə onu qəhər boğdu. Gözləri yaşla dolub boşaldı. Bu zaman elə kimsə çəpərin üstündən atasının gözünün qabağının həyətə bir vərəq kağız yazıb tutulur. Ata kağızı götürüb oxudu. Siz türklərə kəndi boşaltmaq üçün 3 gün vaxt verilir. Getməsəniz bəxtinizdən küsün. Demək, bunu yazılı bir vərəqdə həyata tullayırlar ki, sırf türklərə 3 gün vaxt verilir ki, bu kəndi boşaldır.
Atana bir ildırım vurdu. Bütün ev eşi həyat baza başına fırlandı. Həmin məktubdan sonra gecəni gündüzə qatıb yırğış elədilər. Demək, məktubdan sonra artıq yırğış evi evi tərk etmək istəyirlər. Verilən vədə səhəri gün tam olurdu. Onlar bu axşam qaranlıq düşən kimi dağla, daşla aşağı qaçma idilər. Hər üçü paltarını üst-üstə geyinmişdi. Ata, ana hərəsi 2 çanta, 2 bağlam düzəltmişdi. Toyuqları hindən, itlərin zəncirini açıb buraxmaq qalırdı. Ata ilə bir öz eli ilə əkib becərdi, ağızda vidalaşırdı. Ana göz yaşlı halda astanadan bayatı deyib xanımanı ilə vidalaşdı. Zərif isə demək bu biz ananın bayatı deyib xanımanı ilə vidalaşdığını görür. Zərif isə gözə dəymir. Qəfildən onların evlərin üstündən güllələr açılma başladı. Ata da, ana da özünü itirdi. Ata çoxaldı, güllə yağış kimi yağma başladı. Ata, ana dünəndən hazırladığı çantaları götürməyə, itlən zəncirdən, toyuğun hindindən belə açıb buraxma mazal tapmadılar. Təlaş içində Zərifi axtardılar. Qız elə bil yoxa çıxmışdı. Atılan atəşlər isə onlara aman vermirdi. Bağın ayağına doğru qaçma başladılar. Xeyli uzaqlaşan sonra bir təpənin üstündən çıxıb evlərin tərəf boylandılar, gözə inanmadılar. Evlər o dolu içərisində alışıb yanırdı. Ata dərin at çəkərək, ah namərd sürən dedi, bu sənin işindir, yəqin uşağı da öldürəcəkdir. Artıq onların ayaqlı yer tutmurdu. Qonşu kəndlərdən də dərəyə boyu qaçıb aşağı tökülürdülər. Ata nə qədər təkid edirsə də ananın belə büklü halda oturduğu yerdən tərəfinə bilmirdi. Heç hara gedən də deyiləm, balamla burada öləcəyim. Qorxudan səslərini çıxarıb doyunca ağlaya bilmirdilər. Kəndi itlər aramsız ulaşıb. Gecəni bu soyuğun, sazağın içində diri gözlü açdılar. Dan yeri söküləndə ata ana zorla razı salıb uşağın dalınca yollandı. Ayın aydınlığı olduğundan səhər toranlığı aydın görünürdü. Ata bağlarının ayağında dayanıb evlərinin, tövlərinin son üstünə tamaşa edirdi. Cəsarət edib evlərinə yaxın düşə bilmədi. Qızı Zərifin sağ-salam qalmasına bütün ümidini tamam kəsildi. Kəsə çığırla geri dönəndə artıq səhər açılmışdı. Yol dibindən yenicə açılmış bənövşələr boylandı. Demək, ata yanan evə təzədən geri dönür ki, birdən övladını tapar, amma ümidini tamam kəsmişdi. Ata göz yaşlı qızını axtarırdı. Axı Zərif hər yaz gələndə bu zərif bənövşələrdən dəstə bağlab ona bağışlayardı. Ata yol gözləyən anaya nə cavab verəcəyini və onu yenidən qaldırıb bu qaçanın dəstəsini necə qoşacağını bilmirdi. Ata bu fikir xəritəsindən qarşısında kolun dibində bir qaraltı gördü. Yaxın gəldi. Bu qızcığazın cəsədi idi. Artıq demək onu da vurmuşdular və bənövşənin bölündə cəsədini tapdı. Şaxtadan qaralıb bozan bu cəsəd onun ciyər parası olan Zərif idi. Qız alqan içərisində idi. Köşkündə neçə güllə yarası var idi. Zərifi gülləliyirdi. Sıxılmış ovcunda isə qanlı bənövşə çiçəkləri. Ata gözünə inanmadı. Cəsədi paltarlarından tanınsa da qaldırıb üzünə baxdı. Dizləri qatlandı, yerə oturdu. Balasının üzünə heyrətlə baxdı. Zərif barmaqlar arasına boylanan qanlı bönövşəyi görüb varsa sizə hayqırmaq, bu vəhşiliyi, bu ədaləti bütün dünyada car çəkmək istədi. Ancaq bacarmadı. Qızını qollan üstündən qaldırıb şaxtadan donub bozarmanın özündən öpdü. Sonra ananı qoyub gəldi səmtə yollandı. Demək, övladını da görüb, götürüb həmin istiqamətə yollanır. Əsər yoldaş da hekayə yanrında yazılıb, nəsrlə, təhkiyə əsasında yazılmışdır. Əsər erməni cəlladlarının xainliyi, onların amansızlığı, işğalçı niyyətlərindən bəhs edir. Əslində əsər həmçə illərdir bir-biri ilə mehriban qonşu olan erməni və Azərbaycan fərdinin simasında böyük bir xəyanətin, insanlığa qarşı yönəlmiş cinayətin ifşası idi. Əsər Zərifin yuxu görməsində başlayır. Təbii ki, bütün olacaq hadisələrin qısa məzmun bu kiçik qızın yuxusunda öz əksini tapmışdı. Zərif yuxudan durandan sonra bu günün digər günlərdən fərqli olduğunu görür. Zərif qonşuluq Süsən və Roza ilə münasibət qurmaq istəsə də onlar bu davranışların dəyişdiyini görür. Siranş və Surənin də valideynləri ilə münasibəti korlanmışdır. Demək, uşaqlar bunlarda oynamırdılar. Siranş xalı ilə Surən də bunun ata-anası ilə oynamırdı. Yəni ki, gəzib dolaşmırdı. Ancaq Zərif bunları dərk edə bilmirdi. Axşam Zərif toyuqların etməsi atasına, gördüyü yuxusuzun anasına danışır. Zərifi qonşu erməni uşaqlara döyür, valideynlər üçün yığdığı bənövşələri də əlindən alırdı. Ermənilərin kiçik yaşlarından uşaqlar türklərə qarşı doldurduğunu, körpəcdən kinlə böyütməsi də əsərdə öz əksini demək tapır. Əsər Sovet dövründə milli kimliyin məhv edilməsinə yönəlmiş siyasət və obrazların dialoqunu ifşa olunur. Yox qızım, Azərbaycan bizim, baxın, diqqətli ol, əsərdə Sovet dövründə milli kimliyinin məhv edilməsinə yönəlmiş siyasət də obrazdan dialoqunda var. Yox qızım, Azərbaycan bizim torpağımızın adıdır. Bizim Türk dünyasını ayırmaq üçün millətimizi, dinimizi və əlifbamızı əlimizdən alıb. Təbii ki, bura Sovet rejiminə qarşı, Sovet siyasətinə qarşı demək, belə də işte olan bir fikirdir ki, bəli, Sovet o dövrdə bizim dilimizi, dinimizi, əlifbamızı əlimizdən almışdı. Əsərdə Zərifin valideynlərinin çarəsiz vəziyyətdə yurdunu tərk etməsi, evlərin erməni tərəfindən yandırılması, vətən müharibəsindən sonra Qarabağ tərk ermənilərin müqayisəsi oluna bilər.
da öz əksini tapıb. Atası evlərini tərk edib gedəndə valideynləri üçün bənövşə dərməyə gedən Zərif tapa bilmir. Sonra da onun arxası gedib kiçik qızının ölüsünü tapıb. Demək, ata evlərini tərk edib gedəndə valideynləri üçün, bax, Zərif həmin anda valideynlər üçün bənövşə dərməyə getmişdi və orada da o güllələnmişdi, güllələnmişdi və sonra da onun arxası ilə gedib kiçik qızının ölüsünü demək tapıb. Biz buna da diqqətli olmaq. Belə dəyərli yoldaşlar, biz sizinlə demək qanlı bənövşə əsəri təhlilinə baxdıq. Növbəti bir video zaten inşallah görüşəcək. Diqqətinizə görə təşəkkür edirəm.